Salam dəyərli izləyicilər. Bugünkü mövzumuz tərbiyənin əsas sosial institutları haqqındadır. Ailə, məktəb, kütləvi informasiya vasitələri və həmyaşıdlar qrupu. Mövzumuzun məqsədi tərbiyə üsullarının mahiyyətini anlamaq, ailə tərbiyə üsullarını təhlil etmək və praktik nümunələr vasitəsilə bu bilikləri tətbiq etmək bacarığını inkişaf etdirməkdir. Gəlin öncə baxaq, tərbiyə institutu nədir? Tərbiyə institutları şəxsiyyətə məqsədyönlü və ya təbii şəkildə tərbiyəvi təsir göstərmək üçün yaradılmış cəmiyyət təşkilatlarıdır. İnsan doğulduğu andan etibarən müxtəlif sosial mühitlərdə olur və bu mühitlərin hər biri insanın xarakterini, dəyərlərini və davranışını formalaşdırır. Əsas tərbiyə institutları ailə ilk və ən fundamental pillədir. İkinci məktəb formal təhsil və sistemli tərbiyə mühitidir. Kütləvi informasiya vasitələri, yəni KİV-lər, informasiya əsrində güclü ideoloji təsir vasitəsidir. Həmyaşıdlar qrupu isə sosial adaptasiya və özünü təsdiq mühitidir. Sonuncu, məktəbdənkənar təşkilatlar özlüyündə maraqlar üzrə inkişaf mərkəzləridir. Ailə tərbiyənin beşiyi hesab olunur. Psixoloq Neymovun qeyd etdiyi kimi, uşağın şəxsiyyəti əsasən ailədə formalaşır. Məktəbdə isə bu proses qismən davam etdirilir. Ailədəki emosional mühit və valideyn nəzarəti uşağın gələcək həyat modelini müəyyən edir. Baumrind valideynlərin uşağa münasibətini iki ox üzrə 4 əsas qrupa bölür. İki ox üzrə dedikdə buraya emosional qəbul və nəzarət aiddir və 4 qrup isə avtoritet üslub, avtoritar üslub, liberal üslub və indiferent üslubdur. Başlayaq avtoritet üslubdan. Avtoritet üslubda yüksək sevgi və yüksək nəzarət var. Uşağın fikri dinlənilir, qaydalar izah olunur. Praktik nümunə olaraq deyə bilərik ki, valideyn uşağa deyir: bu gün dərslərini bitirməlisən, çünki sabah istirahət edəcəyik. Əgər çətinliyin varsa, kömək edə bilərəm. Nəticə isə müstəqil, özünə inamlı və məsuliyyətli şəxsiyyətin formalaşmasıdır. Digəri isə avtoritar üslubdur. Avtoritar üslubun əsas xüsusiyyəti aşağı sevgi, yüksək nəzarətdir. Burada əmrlər, sərt qaydalar və cəzalar üstünlük təşkil edir. Valideyn deyir, praktik olaraq deyə bilərik: mən nə deyirəmsə, o da olmalıdır. Sual vermə, sadəcə əməl et. Nəticə, aşağı özünə inam, aqressiya və ya həddindən artıq itaətkarlıq formalaşır uşaqda. Növbəti, üçüncü üsul isə liberal üsuldur. Burada həddindən artıq sərbəst də deyə bilərik. Əsas xüsusiyyəti yüksək sevgi, aşağı nəzarət. Heç bir qayda və tələb yoxdur. Praktik nümunə olaraq uşaq saat gecə 2-yə qədər oyun oynayır, valideyn isə deyir, eybi yoxdur, uşaqdır, qoy oynasın. Nəticədə özünü idarə etmə zəifliyi, eqoizm və sosial uyğunlaşma çətinliyi formalaşır uşaqda. Dördüncü isə indiferent, səhlənkardır. Əsas xüsusiyyəti aşağı sevgi və aşağı nəzarət. Valideyn uşağın həyatı ilə demək olar ki, maraqlanmır. Praktik nümunə olaraq deyə bilərik ki, valideyn uşağın nə yediyini, harada olduğunu və ya dərsləri ilə maraqlanmır. Emosional soyuqluq özünü göstərir. Nəticədə uşaq özünü tənha hiss edir, davranış pozuntuları və emosional boşluq formalaşır. Bu slaydımız Baumrindin 4 əsas üsulu, yəni ailə tərbiyəsinin 4 əsas üsulu haqqında idi. İndi isə keçid edək növbəti slaydımıza. Ailə tərbiyəsinin tipləri haqqında bir qədər danışaq. Ailə tərbiyəsinin tipləri harmonik və disharmonik olaraq iki yerə bölünür. Ailə daxilindəki münasibətlərin keyfiyyətinə görə tərbiyənin bu iki böyük qrupu ayrılır. Birinci harmonik tip. Bu tip ailələrdə qarşılıqlı hörmət, empatiya və dəstək hökm sürür. Valideynlər uşağın fərdi xüsusiyyətlərini nəzərə alır və ona sərbəst seçim imkanları tanıyırlar. Nümunə: uşaq rəssamlıqla məşğul olmaq istəyir, valideyn isə onun bu istedadını görür, ona uyğun dərnəklər tapır və həmin uşağı dəstəkləyir. Növbəti ikinci tipi isə disharmonik tip və onun formaları.
Disharmonik ailələrdə uşağın tələbatları ya həddindən artıq ödənilir, ya da tamamilə görməməzlikdən gəlinir. Disharmonik tiplərin özünün də alt qrupları var. Birinci hiporteksiyadır, yaxud nəzarətsizlik deyə bilərik biz buna. Burada uşaq diqqətdən tamamilə kənarda qalır. Məsələn, valideynlər işləri ilə o qədər məşğuldurlar ki, uşağın məktəbdəki uğursuzluqlarından aylar sonra xəbərdar olurlar. İkinci, hiperproteksiya və yaxud həddindən artıq himayə. Burada uşağın hər addımı izlənilir, ona nəfəs almağa belə imkan verilmir. Nümunə olaraq deyə bilərik ki, 15 yaşlı uşağın çantasını hələ də anası yığır və onun kiminlə dostluq edəcəyinə yalnız valideyn qərar verir. Üçüncü isə tərbiyənin uyğunsuzluğudur. Burada ailə üzvləri fərqli tələblər qoyurlar. Praktik olaraq nümunə deyə bilərik. Ata uşağa kompüter oynamaq olmaz deyir. Nənə isə gizlincə icazə verir. Bu uşaqda ikili standartlar və manipulyasiya bacarığı yaranır. Dördüncü, yüksək mənəvi məsuliyyət. Uşağın yaşından böyük yüklər altına salınmasıdır. Praktik nümunə deyə bilərik. Sən ailəmizin tək ümidisən, mütləq həkim olmalısan deyərək uşağa ağır psixoloji təzyiqlərin göstərilməsidir. Beşinci isə hipersosiallaşdırılmış tərbiyədir. Burada valideynin yalnız cəmiyyət nə deyər prinsipi ilə hərəkət etməsidir. Praktik nümunə olaraq uşağın maraqları yox, yalnız qiymətləri və belə deyək, qonşuların rəyi önəmlidir. Dəyərli həmkarlar, bu hissə imtahan suallarına cavab əsasında yaradılmışdır. Hiperteksiya, diqqət, qayğı və marağın olmaması, tələbatların ödənilməsindəki çatışmazlıqdır. Hiperproteksiya, həddən artıq valideyn qayğısı, sevgidən emosional çəkinmə. Üçüncü, uyğunsuzluq, ailə üzvlərinin fərqli dünya görüşü və tərbiyə yanaşmasıdır. Dördüncü, yüksək mənəvi məsuliyyət, yəni yaşdan asılı olmayaraq, yəni yaşdan artıq həddindən çox yüksək tələbatların olmasıdır. Beşinci, hipersosiallaşma, real psixoloji, hətta psixofizioloji xüsusiyyətləri nəzərə almadan sosial həyata fokusdur. Altıncı, mədəniyyətə önəm, uşağa aciz kimi davranmaq, özünü idarəni zəiflədir və eqoizmə gətirib çıxara bilər. Növbəti slaydımız məktəb tərbiyə institutu kimi. Yoldaşlar, bu hissəyə qədər biz sizinlə ailə mühitinin uşaq həyatında nə qədər önəmli olduğu haqqında danışdıq. İndi isə məktəb tərbiyə institutu kimi, yəni məktəbin uşaq həyatındakı rolundan qısa şəkildə baxaq. Məktəb uşağın sosiallaşdığı ikinci ən mühüm mühitdir. Burada uşaq 11 il ərzində həm akademik biliklər əldə edir, həm də kollektivdə yaşamağı öyrənir. Məktəbin əlbəttə üstünlükləri var. Burada sistemli və planlı tərbiyə var. Həmyaşıdlarla ünsiyyət və rəqabət mühiti var. Peşəkar pedaqoji təsir var. Məktəbin çatışmazlığı da var. Məktəb kütləvi müəssisə olduğu üçün bəzən hər bir uşağın fərdi psixoloji xüsusiyyətlərini nəzərə almaqda çətinlik çəkir. Bütün uşaqlar eyni standartlarla qiymətləndirilir ki, bu da bəzi istedadların kölgədə qalmasına səbəb ola bilər. Effektiv məktəb-ailə əməkdaşlığının şərtləri var. Müəllimin valideynlərlə birlikdə işləmə bacarığı, birgə tədbirlərin və layihələrin həyata keçirilməsi, uşağın yaradıcılıq potensialının həm evdə, həm də məktəbdə dəstəklənməsi əsas şərtlərdəndir. Məktəbdən kənar müəssisələr uşağın özünü təsdiqi üçün rahat bir mühit yaradır. Burada idman bölmələri, incəsənət məktəbləri, texniki dərnəklər və s. kimi nümunə göstərə bilərik. Burada məktəb və məktəbdən kənar müəssisələrin xüsusiyyətləri vardır. Qruplaşma zamanı məktəblər yaş xüsusiyyətinə görə formal olaraq siniflər şəklində olur. Məktəbdən kənar isə maraqlara görə qeyri-formal şəkildə təşkil olunur. Proqram məktəbdə dövlət standartları və ciddi proqram əsasındadır. Məktəbdən kənar müəssisələrdə isə çevik, uşağın istəyinə uyğun olaraq praktik bir fəaliyyətdir. Məktəb istiqamət olaraq informasiya və bilik yönümlüdür. Məktəbdən kənar isə praktiki bacarıq və yaradıcılıq yönümlüdür. Bu da onların hər ikisinin oxşar və fərqli cəhətləridir. Nəticə olaraq yoldaşlar onu deyə bilərik ki, tərbiyə prosesi yalnız bir institutun çiyinləri üzərinə düşməməlidir. Ailənin emosional istiliyi,
Məktəbin sistemli biliyi və məktəbdənkənar müəssisələrin praktik imkanları bunlar bütövlükdə kamil şəxsiyyətin formalaşmasına gətirib çıxarır. Tərbiyədə ən böyük uğur uşağın fərdiliyini qoruyaraq onu cəmiyyətə faydalı bir şəxsiyyət kimi hazırlamaqdır. Dəyərli həmkarlar, diqqətiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm.